Ə, Cəmilə xanım, siz hal-hazırda buradasınız? Bəli, mən Bəli. buradayım. Cəmilə xanım, mən sistemin texniki imkanları ilə bağlı, düzdür, daha əvvəl proqram təminatlarını sazlayanda məlumat vermişəm. Həmçinin təkrar olaraq bir də göstərdim. İndi sistemdən istifadə ilə bağlı xanımlara söz verəcəkdim. Buyurun siz, zəhmət olmasa, bir əlaqə kəsildi, yarımçı qalmışdı. Mən bir də hamını salamlayıram. Demək istədim ki, keçən dəfə biz ümumiyyətlə elektron səhv dövrəsi ilə bağlı ümumi danışdıq. Müəyyən problemlər var idi. Onları müzakirə elədik. Təlimatlar göndərdik. İndi bilmirəm nə dərəcədə bizim əməkdaşlar özləri oturub işləyə biliblər. Şamil müəllim dediyinə görə hamının artıq profili yaradılıb. Hamının giriş imkanı var sistemə. Fikrimcə az da olsa, yəni sistemlə tanışsınız. Bugünkü təlimimizin məqsədi daha detallı müəyyən necə deyim, məqamları sizə göstərməkdir, əyani olaraq göstərməkdir. Bizim təlim bugün yazısı da gedir. Sonra görüşdən sonra onun yazısını da sizə göndərəcəyik. Yəni hamıdan bu təlimə ciddi yanaşmanızı, daha diqqətli olmanızı, qeydləri aparmanızı xahiş edirəm. Çünki biz artıq müəyyən müddətdən sonra bilirsiniz ki, hal-hazırda test rejimində aparır iş regional idarələrdə. Biz hardasa ya ilin sonu, ya ola bilsin ondan tez artıq hamını canlı rejimə qoşacağıq və artıq orada hər hansı bir səhvliyə yolun verilməsinə imkan olmayacaq. Ona görə xahiş edirəm, hamı diqqətlə qulaq assın. Şamil müəllimə fikirləşirəm ki, suallar indi var, yoxdur. İndi Leyla xanım çıxış edəcək, o daxil olan sənədləri haqqında danışacaq. Sualları xanım çıxış edəndən sonra suallarınızı verə bilərsiniz. Sonra bizim digər əməkdaşımız digər sənəd nömrələri haqqında məlumat verəcəkdir. Sonda da ümumiyyətlə hər hansı bir suallar olsa qısa olaraq cavablandıracağıq. Leyla xanım hazırdırsa, Şamil müəllim qoşulsun, ekranda göstərsin bizə. Çox sağ olun Cəmilə xanım. Mən də hamını salamlayıram. Hamıya uğurlar arzu edirəm. İlkin olaraq biz sizə əyani göstərmək istəyirik, yəni sənədlərini, sənəd qeydini. Məktublaşdırılmış elektron sənəd dövrəsində sənədin qeydət prosesi ilk olaraq iş növbələrindən başlayır. Bir dəqiqə mən mikrofonu gəldim. Biz ilkin olaraq kağız sənədi, yəni daxil olma sənədi biz skan edirik. Skan vasitəsilə öz kompüterimizdə yaddaşda saxlayırıq. Bu rəboçi stol ola bilər və ya ola bilər. İstəyirəm, Leyla xanım, səsiniz tam eşidilmir. Necə? Səsiniz tam gəlmir, qırıq-qırıq gəl, tam eşidə bilmirik onu. Deyən mikrofonda nəsə sizdə problem var, tam eşidə bilmirik, səsiniz gəlmir. Gəlmir, deyil. Necə deyil. Bunu pəncərəni hardan bağlayırıq? İndi oxuya bilərsiniz, necə gəlir.
Hal-hazırda səsimi eşidə bilirsiniz. Bəli, Leyla, indi daha yaxşı gəlir səsi. Eşidilir. İlkin olaraq biz sənədi kompüterin yaddaşından iş növbələri xanasına daxil oluruq. Mən indi əyani olaraq bunu sizə göstərəcəm. Sağda sənəd əlavə edilməsini basırıq və orada faylı yüklüyürük. Hal-hazırda. Bu zaman biz sistemdə çatdırılma yolu əgər bizə elektron vasitəsilə gəlibsə, poçt vasitəsilə gəlibsə və yaxud da əlbəl gəlibsə, burada gördüyünüz kimi hər hansı bir punktları biz seçə bilərik, klikləyə bilərik. Bu məktub bizə elektron əlbəl gəldiyi üçün biz əlbəyə seçirik və təsdiqlə düyməsinə basırıq. Təsdiqlədən sonraki proses qeydiyyatçını seçməklə olacaq. Qeydiyyatçını gördüyünüz işarə ilə qeydiyyatçını seçirik. Yəni, bir çox işçi qeydiyyatçı kimi qeyd oluna bilər. Burada mən özümü seçirəm qeydiyyatçı olaraq və təsdiqlə düyməsinə basıram və bu zaman artıq sənəd həmin qeydiyyatçının bir növ inboxuna, yəni şəxsi qutusu, belə deyim, sistemə daxil olanlara düşür. Bu zaman biz sənədi açırıq və qəbul et düyməsinə basırıq. Yəni bizə burada sistem şans verir ki, yoxlamağa, yəni həmin sənəddirmi, bizim hansı ki qeydiyyat almaq istədiyimiz, ondan sonra qəbul et düyməsinə basırıq. Qəbul et düyməsindən sonra artıq məktubun qeydiyyatı başlayır, qeydiyyat prosesi başlayır. İlkin olaraq məktub əgər bizə təşkilatdan gəlibsə, yəni biz təşkilatı seçirik. Bilirsiniz ki, təşkilat müraciəti, vətəndaş müraciəti və vətəndaş təşkilat müraciəti ola bilər. Bu məktub Mədəniyyət Nazirliyindən gəlir və təşkilat seçilir. Təşkilatın müraciətini ilkin seçdikdən sonra təşkilatın adını seçməyə gəlirik. Yəni burada ali hakimiyyət orqanları hamısı bir Leyla xanım, üzr istəyirəm. Bu vətəndaş təşkilat müraciətini hansı yəni halda onu seçir? seçmək daha rahatdır. Amma digər mən sual eşitmirəm axı. Üzrlü hesab eləyin. Təşkilat müraciətini bildik. Vətəndaş müraciəti. Mən çox üzr istəyirəm, sual verəndə hər kəs özünü təqdim eləsin. Leyla xanım bir-bir başa salacaq. Birinci təşkilat müraciətini başa salacaq. Sonra vətəndaş təşkilat müraciətləri haqqında məlumat verəcək. Sona kimi qulaq asın, zəhmət olmasa. Aydın olmayan sualları axırda verərsiniz. Leyla xanım davam edərsin. Mən davam edirəm, Cəmət xanım. Kimdə saçma səta verir. Təşkilatın ali əqdəri hakimliyi bu məqbul olur. Biz təşkilatı ondan sonra bu hamısı düyməsi var. Hamısında digər qurumlar, icra hökumətləridir. Sadəcə olaraq, qısa olaraq mədəniyyət yazırıq və enterə basırıq. Burada, məsələn, nazirliklər daha rahat tapılır deyə nazirlik yazırıq və Mədəniyyət Nazirliyini seçdik. Qeyd etmək istəyərdim ki, təşkilatın adını seçirkən... Bağışlayın, səs echo verdi, yaman başa düşmək olmur. Bəli, səs echo verir. İndi danışın. Mən özümü təşkilatın adını seçərkən tez diqqətli olmaq lazımdır. Çünki sistem məktub nömrə aldıqdan sonra yeganə punktdur ki, biz onu dəyişə bilmirik. Heç bir dəyişiklik burada bilmirik. Məsələn üçün, siz Mədəniyyət Nazirliyi əvəzinə digər nazirliyin adını seçmişsinizsə və yaxud digər qurumun adını səhvən seçmişsinizsə, məktub nömrəni o formada alır və sonra axtarış zamanı da yəni bu çətinliklər yaradır. Sonraki proses sənədin nömrəsidir. Sənədin nömrəsini, məsələn, mən qurumun nömrəsini olduğu kimi indi daxil edəcəm. Burada biz
pulsuz yoxla düyməsi olur, avtomatik. Bu məktubu bizə yoxla düyməsinə basanda, yəni artıq görürsünüz, uşaqda bizdə məktub çıxdı. Yəni bu onu göstərir ki, məktub artıq daxil olub, yəni bizdə sistemdə var. Bunu biz sınaq kimi etdiyimizə görə, yəni hal-hazırda mən sizə göstərmək məqsədi ilə etdiyimizə görə biz bunu atlayırıq, yəni bunu keçəcəyik. Yəni amma artıq belə olanda biz bu məktubu yenidən qeydiyyata almırıq. Yəni bu bizə son momentdə də, yəni son anda da kömək edir ki, biz məktubun əvvəl daxil olub olmadığını yoxlaya bilək. Sənədin tarixini biz burada kalendar işarəsindən, oradan təqvim işarəsindən götürürük. Sənədi imzalayan, sənədi icraçı kimsə onu qeyd edirik. Bir də burada sadə yazışmanın vacibliyi olan bölmə var. Burada hansı ki məktub çox təcilidirsə, məsələn üçün 1 gün, 3 gün, 5 gün müddət verilibsə icrası üçün təcili seçilir və ya vacib seçilir. Bu zaman sistemdə qırmızı bayraq, sarı bayraq kimi işarələr düşür. Yəni məktubun təcilliliyini çatdırmaq üçün icraçıya daha aydın gözə çarpan olur. Kimə ünvanladığını seçirik. Məsələn üçün burada rəhbərlər və hansısa bir rəhbərə seçilir. Məsələn biz Fuad müəllim seçilir, aparat rəhbəri və sədr müavini seçilir və ya da məsələn qurumun ancaq yalnız öz adı ola bilər. Məsələn Dövlət Turizm Agentliyini seçə bilərsiniz. Yəni o da sizin hansı qurumda işləməyinizdən asılıdır. Harda, yəni məktub kimə ünvanlanıbsa buradan seçilir. Məktub yeni və ya cavab yenidirsə, yəni yeni seçilir, cavabdırsa, yəni bizim hər hansı bir məktubumuza cavabdırsa, mütləq cavab seçilməlidir və həmin zaman məktubun əlaqəli biz qoyuruq ki, yəni məktubun bütün ümumi məlumatları orada olsun. Yazışmanın növündə, yəni məktub asılıdır. Məsələn üçün bizim əlimizdəki telefonogramdır. Biz onu seçirik, telefonogram. Sonra yazışmanın məzmunu, burada qısa məzmunlar lazımdır, hansı ki, qısa məlumat verir. Məsələn üçün, ola bilər bu məktubda bizdə məlumatların təqdim edilməsi istənilir, məlumatların təqdim edilməsinə dair. Məzmun yazarkən də diqqətli olmaq lazımdır. Əsasən nəyə üstünlük verilməlidir? Məktubda yəni bizdən nə istənilir? Açar sözlər, keywords deyilən belə bir açar sözlərdən istifadə edilir ki, axtarış zamanı məzmuna yazanda bizim məktubun tapmağı daha rahat olsun. Burada məsələn hökumətlər arası komissiyanın iclası barədə olduğuna görə mən tam məzmunu yazmayacağam. Sadəcə olaraq məlumatların təqdim edilməsini yazıram. Vaxtımız çox getməsin. Qısa məzmunu yazsaq biraz vaxtda olacaq. Məsələn bu məktubda bizdə Xorvatiya ilə bağlı olduğuna görə məlumatların təqdim olunması qısa olaraq məsələn Xorvatiya Respublikası iclasına dair. Yəni burada gördüyünüz kimi biz Xorvatiyanın qeyd etdik kimi bizdə lazım olanda məktubun axtarışında bizə əlverişli olsun. Qoşma yazışmalar nə üçündür? Qoşma yazışmalar bu ilə bağlı digər qurumdan və ya bizim digər qurumlardan olmuş məktub varsa biz həmin məktubu, yəni bizim öz daxil olma məktubumuzu sistemdən götürüb burada axtarışa veririk və onu da qoşma yazışmalara qoyuruq.
Nəzarətçi isə sonrakı proses üçündür. Biz Rin Atavan xanımın. Burada dərkənar icra, dərkənar məlumatlar isə məktubun icra xarakterli və məlumat xarakterli olmağı müəyyənlənir. Təcili məktublar olanda əsasən biz 1-3-5 gün arası qoyulur. Qısa müddətli olanda isə biz 10 gün qoyuruq. Yəni buradan artıq biz yönləndirə bilirik ki, dərkənar icradır, yoxsa dərkənar məlumatdır. Bir də dərkənar sahibi seçilir. Bundan sonra artıq məktub, yəni biz məktubu son yoxlamaq üçün burada yadda saxlama funksiyasıdır. Yadda saxlaya baxırıq və artıq məktub hələ də bizdədir, yəni bizim şəxsi profilimizdədir. Son bir dəfə yenə də artıq yenə yoxlanışları edirik. Yoxlanışları etdikdən sonra hər gün olduğundan sonra biz başlıqlar edirik və nömrə alırıq. Və bundan sonra da artıq gedir nəzarətçiyə. Bir məlumatla mən sizə çatdırmaq istəyərdim. Bu vətəndaş müraciəti ilə bağlıdır. Vətəndaş müraciəti ilə bağlı mən sizə göstərmək istəyərdim. Vətəndaş müraciəti ilə bu məktubun üzərində işləyir. Çünki yenidən vaxta qarşılasın deyə. Leyla, sən istəsən vətəndaş müraciətini hazırlayanda bir məqamı deyim. Bizdə əməkdaşlar çox olduğuna görə bizdə qeydiyyatçı, nəzarətçi, şöbə müdürü bölgüləri var. Amma bu regional idarələr üçün bu keçərli olmaya da bilər. Yəni bir adam üzərində bütün funksiyaları verə bilərsiniz. Yəni əsas odur, qeydiyyatçıdır, kim sənədi qeydiyyata alır. Nəzarətçi bizdə sektor müdürüdür. O yoxlayır ki, düzgün yüklənilib, fayl düzdür, düz deyil. Hansısa bir məlumatlar düz yazılıb, cavab sənədi yüklənilib, yüklənməyib. Sonra gedir dərkənara. Artıq bu funksiyaları idarələrin rəisləri özləri bir adam üzərində də cəmləyə bilərlər. Həm qeydiyyatçı, həm nəzarətçi eyni adam ola bilər. Rəhbərlərə də artıq dərkənar üçün hazır sənəd gələ bilər. Məsəl üçün, burada görürsünüz ki, dərkənarların təkliflərini də qoymaq olur. Məsəl üçün, hər hansı bir idarə rəisi göndərir maliyyə şöbəsinə, ya bilmirəm də sizdə şöbələr yəqin bölgüsü yoxdur, işçilər. Artıq onları seçib, qeydiyyatçı təklif verə bilər, rəhbər özü o sənədləri yönəldə bilər. Və yaxud da ki, qeydiyyatçı sadəcə olaraq qeydiyyata alır, boş saxlayır, artıq bu icraçıdır, məlumat üçün kimə gedəcək, artıq onu rəhbər özü təyin edir. Buyur Leyla, davam edə bilərsən. Bəli, Cəmilə xanım, vətəndaş müraciətləri ilə davam eləmək istəyirdim. Biz yenə eyni qaydada sənədi skan edib sistemə daxil edirik. Burada mikrofonu mut eləmişsiniz. Səsini alım. Yox, bura. Quşun götür. Vətəndaş müraciətləri də eyni olduğu kimi proses davam edir. Sadəcə orada vətəndaş müraciətlərində bizim nəzərə alınmalı olan əsas şərtlər onlardan ibarətdir ki, vətəndaş bilirsiniz ki, əgər özü müraciət edirsə, tək vətəndaş müraciətini götürürük. Xeyr, əgər hansı bir təşkilat vasitəsilə bizə müraciət edirsə, onda vətəndaş təşkilat götürülür. Vətəndaş müraciətlərində əsas diqqət çəkən məsələ odur ki, mən indi sizin üçün vətəndaş təşkilatı götürürəm, çünki burada hər ikisi var. Birinci təşkilatı seçirik burada. Təşkilatı seçdikdən sonra biz vətəndaşın şəxsi profilini yaradırıq. Bu zaman bir nüansı da nəzərinizə çatdırım. Əgər vətəndaş kollektiv müraciət edirsə, bilirsiniz ki, 2 və ya ondan çox artıq vətəndaş müraciət edəndə kollektiv müraciət götürülür. Onda kollektiv xanasını tipləyirik ilk olaraq. Sonra biz vətəndaşın profilini yaradırıq. Bizdə burada vətəndaşlıq olduğuna görə vətəndaşın artıq şəxsi profilini yaradacağım mən sizin üçün. Əgər vətəndaş ikinci və ya üçüncü müraciət edirsə, bizim artıq sistemdə
onun necə deyim, məlumatları olur. Və bu zaman biz yenidən profili yaratmağa ehtiyac qalmır. Həmin məlumatlardan, məsələn üçün, bizdə burada var, artıq görürsünüz, sistemdə burada Elxanə çıxdı, amma bizimki Bəxar Məsimli Teymurovadır, amma bizdə Gülməmmədovadır, Gülməmməd qızıdır. Burada bilirsiniz ki, digər qurumlar da biz adlar qeyd edir, yəni portala adlar qeyd etdiyinə görə, burada Teymurova olmalıydı. Ona görə, məsəl üçün, onu yoxlamaq əsas lazımdır ki, vətəndaş müraciətlərində vətəndaşın adı, familiyası düzgün gitsin. Biz burada görürsünüz, əvvəl qeydiyyat apardığımız üçün Elxanə Teymurova Gülməmməd qızı çıxdığına görə bunu klipləyirik və burada cədvəli seç. Artıq vətəndaşın profili gördüyünüz kimi yaradıldı. Göz işarəsinə də baxıb bir dəfə yenə yoxlayırıq. Digər proseslər isə eyni ilə təkrarlat müraciətində olduğu kimi təkrarlanır. Siz bilirsiniz ki, vətəndaşların müraciəti ərizli, şikayət və təklif formasında olar. Ona görə də burada bizdə təklif var. Məsələn, ərizədirsə bir ərizə seçirik, şikayətdirsə şikayət, təklifdirsə təklif. Ərizə məsələn üçün çox vətəndaşlar ev təmiri ilə bağlı işlə bağlı bizə müraciət edirlər. Məzmunda da olduğu kimi, məsələn üçün yazırıq Elxanə Teymurovanın işlə bağlı müraciəti. Bu qeydiyyat prosesi belə gedir. Bir də əsas məsələ odur ki, bax siz gördüyünüz kimi artıq bu vətəndaş bizə əvvəl müraciət etdiyinə görə onun artıq 3 müraciəti bizdə çıxır. Biz onun sonuncunu mütləq ekləməliyik, yəni bunu işarələməliyik, çünki bizə təkrar müraciət kimi versin. Vətəndaşın bir neçənci müraciəti olunduğu bilinsin. Yox, əgər siz bunlardan hər hansı birini işarələməsəniz, bu zaman o sizə təkrar müraciət olub, yeni müraciət olacaq. Ona görə də bunu diqqətdə saxlamaq lazımdır. Yenidən nəzarətçiyə seçilir. Dərkənar icraçı vətəndaşlarda əsasən biz 15 gün qoyuruq. Dərkənar icra və dərkənar sahibi seçilir və məktub başa çatdır düyməsi ilə sonlandırılır və həmin zamanda göndərilir sistem. Bu qədər Cəmilə xanım, mənim izahım, əgər nəsə suallar varsa. Çox sağ olun Leyla xanım. Buyurun, suallar varsa, Vüqar müəllim, buyurun sualınızı verə bilərsiniz. Şamil bəy, Sizin kulaq. Kulağınızı çıxırım. Sualı bəs nə? Buyurun suallar. Buyurun, kiminsə sualı varsa mən eşidirəm. Vüqar müəllim əlini qaldırıb. Vüqar müəllim, biz sizi dinləyirik. Vüqar müəllim. Texniki bir problem var. Bir saniye. Biraz səsiniz duyulur. Bağcı var. Tapsız məsələ. Ayşe, olmasın.
Salamı hər vaxtınız xeyir. Üzr istəyirəm. Mikrofonda problem var idi. Mikrofon da bağlı, açıq duran. Bəli, mən sizi eşidirəm. Deməli, bu SSD ilə bağlı bir neçə sualım var. Yəni, bu məktub üzərində nümunə göstərdiniz. Yəni, biz bu SSD vasitəsilə yalnız məktub, arayış, yəni ərizə, bu tipli sənədlər göndərəcəyik. Ya bunlarda istifadə olunacaqdır. Ancaq, yəni bu günləlik istifadədə, yəni hər gün bu açılmalıdır, işçilər tərəfindən nəzarət edilməlidir, yoxsa yox. Bir də bu bizə əsas gələn tapşırıqlar, agentlikdən gələn, baş idarədən gələn tapşırıqlar e-mail vasitəsilə gəlir. Yəni müxtəlif linklərdə, yazışmalarda hamısı dinamik olaraq da e-mail vasitəsilə gəlir. Yəni bundan sonra bu tipli tapşırıqlar mı da bu sistemlə gələcək, yoxsa yox? Əgər belə olacağı halda biz orada elə tapşırıq var ki, məsəl üçün drive linkləri var, ora şəkil yükləmək lazımdır. Yəni bunları nə edəcəyik? Bir də bu tip tapşırıqlar, yəni bir kargüzar eləməlidirsə, biz bunu bütün işçilərə kompüterlərinə yazmışıq. Yəni onlar orada hamı kargüzar kimi sayılır, yoxsa yəni işçilərin orada bundan nə formada istifadə edəcək? Biraz o maraqlıdır. Ümumiyyətlə, işçilər sual verirlər, biz bundan nə kimi istifadə edəcək? Məlumatları yoxdur. Bunu məntiqin birinci bilmək istəyirik. Leyla, mən cavab verəcəm, çünki ümumi sualdır. Deməli, birinci sual odur ki, elektron sənəd dövriyyəsi bütün dövlət qurumlarına, ali hakimiyyət orqanlarından tutmuş olaraq prezident administrasiyasına ta bütün nazirliklər və onların tabe qurumlarına istifadəsi üçün nəzərdə tutulub. O demək deyil ki, bu sistemi bütün Fuad müəllimdən tutmuş olaraq bizim sıravi işçilər istifadə edir. O demək deyil ki, burada oturan hamısı kargüzardır. Azda xan da istifadə edir, Kənan müəllim də istifadə edir, Elgün müəllim də, Məhəmməd müəllim də. Sənəd dövriyyəsinin mahiyyəti, mən bir daha sizə xatırladım ki, kağız formasında olan sənədlərin, bizə daxil olan rəsmi sənədlərin, istər nazirlik tərəfindən, istər icra hakimiyyəti tərəfindən, siz yəqin yerli icra hakimiyyətləri ilə, nə bilim, bələdiyyə ola bilsin, verginin yerli hansısa bir qurumlarla işləyirsiniz, rəsmi yazışmaların elektronlaşdırılması, yəni idarələr arası sənədləşməni daha çevik, daha tez aparılması məqsədi daşıyır. Həmçinin də vətəndaş müraciətləri. O ki, qaldı ki, sizə yuxarıdan tapşırıqlar e-mail vasitəsilə gəlir. O tapşırıqlar e-mail vasitəsilə də gələcək. Çünki onlar rəsmi sənəd yazışma olmadığına görə. Ola bilsin, hər hansı bir sənəd daxil olub bizə, məsəl üçün, Mədəniyyət Nazirliyindən hər hansı bir, məsəl üçün, hansı bir tədbirin keçilməsi ilə bağlı, onu sistem üzərindən artıq e-mail yazmadan sizə məlumat üçün və yaxud hansı bir tapşırıq, orada tapşırıq bölməsi var, tapşırıq bölməsi yazılacaq və siz artıq ona uyğun olaraq o sənədi icra edəcəksiniz. İndi Leyla xanım ancaq daxil olma sənədləri başa saldı. Bizdə Jalə xanım cavab sənədini necə yazmaq lazımdır, rəy necə yazılmalıdır, xidməti məlumat necə yazılmalıdır. Məsəl üçün, hər hansı bir sənədlə bağlı Elgün müəllim sizdən rəy istəsə, rəsmi rəy, siz onu xidməti məlumat kimi yazıb Elgün müəllimə göndərəcəksiniz. E-mail elədir ki, e-mail itə bilər, nə bilim, tapmaq çətin ola bilər, amma belə sənəd dövriyyəsində bütün bunlar qalır. Amma yenə də deyirəm, bunlar hamısı rəsmi yazışmalara bağlıdır. Hər hansı bir yazışma ilə əlaqəli olmayan tapşırıqlar təbii ki, sizə e-mail ilə gəlməyə davam edəcək. O ki, qaldı bütün işçilər nəyə görə qoşulub? Siz yəqin ki, rəis olduğuna görə rəis özü sənədləri icra eləmir. Gün ərzində sizə təbii ki, sizin sənəd dövriyyəniz bizim sənəd dövriyyəsi qədər deyil. Sənədləri də rəhbər şəxs icra eləmir. Sizin işçilər məktub gəlib, siz onu yönəldəcəksiniz A işçiyə, B işçiyə, C işçiyə və hər bir işçi bu sistemdən istifadə eləmək bacarığı olmalıdır. Bir nəfər olacaq qeydiyyatçı, hansı ki, bu ümumi şöbənin apardığı işləri aparacaq, sənədi daxil eləyəcək, göndərəcək. Digər işçilər isə artıq icraçı qismində bunu istifadə eləyəcəklər. O demək deyil ki, amma məsəl üçün qeydiyyatçı məzuniyyətdə ola bilər, xəstələnə bilər. 2 nəfər azı sizdə sənəd dövriyyəsinin sənədi necə qeydiyyata almağı bacarmalıdır.
Çünki bir nəfərə hər şeyi bağlamaq. Digər şəxslər mühasibdir, kadrlara aid olan şəxsdir. Bizdə indi əmrləri biz indi sizə başa salmırıq, çünki bütün məlumatları vermək biraz qarışıqlıqdır. Yəqin yeni ildən sonra əmrlər də yazılacaq. Sizin nizamiyyə əmrləriniz var, məzuniyyət əmrləri var, nə bilim, digər fəaliyyət əmrləri var. Onlar hamısı da elektronlaşdırılacaq. Ona görə bütün hamı mühasibdə, bizdə maliyyə şöbəsi də işləyir, kadrlar şöbəsi də işləyir. Hamı bu sənəd dövrəsində işləyir. Məncə bütün sualları cavablandırdım Vüqar müəllim. Başa düşdüm ki, yəni əsas rəsmi sənədlərdir. Yəni gündəlik o xırda tapşırıqlar bu sistemdə olmayacaq. Yalnız rəsmi sənədlərdir. Bizdə bir məsələ var ki, bizim öz şöbə müdürlərimiz arada task management sistemləri var. Hər hansı bir sənəd davamlı icra tələb eləyirsə, bir sənəddir, məsəl üçün, onun üzərindən bir ildə iş gedə bilər, istər Qarabağ layihələr olsun, istər hansısa hökumətlər arası komissiya olsun, onu istəyirlər ki, izləmə mexanizmi olsun, amma bu sistemdə təsdiqlər olsun ki, bu izləmə mexanizmləri yoxdur. Sırf sənəd gəldi, iş görüldü, bağlandı. Əgər sənəd sizdə 3 ay qalırsa, o demək deyil ki, siz gecikdirirsiniz. Ola bilsin ki, hansısa bir sənədlərin üzərində iş gedir, icra müddətini uzada bilərsiniz. Məsəl üçün, əvvəlcədən 1 ay qoyulmuşdu, sonra 3 ay qoya bilərsiniz ki, o sizdə qırmızı qalmasın. Yəni, o hamısı detallarda işlədikcə siz onu istifadə edə biləcəksiniz. Bir sualım da var, yəni 2 sualım. Bir, işçilər hər gün işə gəldi. Hamı ilk olaraq bunu qoşub sistemə girib baxmalıdır, təzə nəysə məlumat var yoxsa yox. Digər məsələ, məsəl üçün universitetlərdə icra hakimiyyətindən hələ də bizə kağız məktublar gəlir. Yəni bunları biz nətər, məsələn, kağız məktub gəldi, biz onu sistemə salırıq, elektron formada onlara cavab veririk, yoxsa sistem kağızı sistemə salıb, yenə kağız formasında ona cavab verib və həmin verdiyimiz cavabı da bu sistemə salırıq. İşçilər baxır iş yükünə. Təbii ki, qeydiyyatçı işçisə, o hər gün gəlib sənədləri qeydiyyat alır. Bizim işimiz demək olar ki, gün ərzində işimiz elektron sənəd dövrəsində keçir. Çünki biz heç kimə canlı sənəd aparmır. Hamının işi sənəd dövrəsində keçir. İndi sizdə ola bilsə rəsmi yazışma o qədər deyil. İndi hər kəs işçi istəyər gündə bir dəfə baxar, istəyər 2 dəfə baxar. O onun iş qrafikindən asılıdır. Bir də sizin sənəd bizə elə olur ki, gündə 20-30 dənə sənəd gəlir. 20-30 sənəd də bizdən çıxır. Gündəlik bir 50 sənədimiz olur ən azı. Ona görə bizim günümüz burada keçir. O sizin iş həcminizdən asılıdır. Digər məsələ isə bəli, hal-hazırda hələ ki kağız formasında sənədlərin gəlməsi davam edir. Bəzi sənədlərdə siz bilmirəm indi rayon nümayəndəliklərində o var yoxsa yoxdur. İmzasız gəlir artıq sənədlər QR kod vasitəsilə və o imzalar oxunur. Bəzi QR kodlar oxunmur, amma bəziləri oxunur. Oxunan QR kod rəsmi sənəd hesab olunur. Bizdə də əməkdaşlar, xanımlar yoxlayırlar. Əgər QR kod oxunursa, elektron imza tanınırsa, o sənədi biz qeydiyyata alırıq. Amma imza oxunmursa, sadəcə olaraq bizdə də sistemdə QR kod düşür, amma oxunmur. Hələ ki, elektron imzadan tətbiq eləmirik. Və sənəd yazılanda, təbii ki, çap olunur, blankda verilir, rəhbərlər qol çəkir və kağız formasında gedir. Bu sistem üzərindən də göndərmə mümkündür, amma ancaq bildiyimə görə Nazirlik, Asan Xidmətin tabe qurumları qoşulub bu sistemə, Kənd Təsərrüfatı Nazirliyinin tabe qurumları qoşulub, müəyyən qurumlar arasında mübadilə aparmaq olar. Amma hamı hələ ki tam qoşulmayıb. Çox sağ olun, bu qədər. Sənəd dövriyənin məqsədi odur ki, növbəti illərdə, yəqin ki, gələn il ərzində artıq kağız yazışması nazirlik səviyyəsində dayandırılacaq. Çünki artıq bizdə digər idarələr arası kompüter var. Biz ondan istifadə edirik. Artıq sənədləri istər Nazirlər Kabineti, istər Prezident Administrasiyası biz o sənədləri elektron göndəririk. Və kağız formasında bir neçə gün sonra göndərə bilər. Artıq onlar o elektronu görürlər və qeydiyyata alırlar. Yəni 5 dəqiqədən sonra həmən sənəd Nazirlər Kabinetində olur. Yəni biz artıq bunları tətbiq edirik. Başqa sualı olan var? Başqa suallar yoxdursa, bizdə Jalə xanım davam eləsin. Jalə xanım, siz dediniz, Vüqar müəllim, işçilər necə işləməlidir? Yoxsa Natəvan xanım bizdə dərkənar başa salacaq? Bir dənə xanımlar danışsın. İşçilər hansı işi görəcəklər, cavab sənədini necə yazacaqlar, bizdə Jalə xanım başa salacaq.
Evet, öyle. Çatlat yarış bize. Ben mesela Leyla xanım sizə izahat verdi daxil olan sənədlərin qeydiyyatını. Aha. Mən indi sizə həmin sənədləri, əslində mənim indi göstərəcəyim əməliyyatlar rəhbər şəxslərə aiddir və çox güman ki, bunu sizdə rəislərin özləri yerinə yetirəcəklər. Adətən böyük dövlət orqanlarında yuxarı rəhbər şəxslər üçün asistentlər və yaxud da nəzarətçilər, köməkçilər bu əməliyyatı yerinə yetirir. Bu sənədin əslində daxil olan sənədə dərkənarın layihəsinin qoyulmasıdır ki, yəni bu dərkənarda sənədlə bağlı hər hansı bir göstəriş özünün əksini tapır. Hazırda Leyla xanım mənə ötürdüyü bir... Hər kəsə səs yaxşı gedir, hər kəs eşidir məni. Bəni hər kəs eşidirmi? Eşidirik, normal. Hazırda mən sizə, baxın, rəhbər şəxsin və təkcə rəhbər şəxsin yox, hətta icrasına kiminsə hər hansı bir sənəd daxil olubsa, onlar işçi stolunun yuxarı sol küncündə görürsünüz, daxil olanlar var və orada xanada icraya və yaxud da baxılma üçün nə qədər sənəd daxil olubsa, göstəriş var. Hal-hazırda məndə burada bir sənədi görürsünüz. Yəni, mənim açıb baxmadığım sənəddir. Ekranımda 2 sənəd olsa da, burada bir göstərir. Deməli, mən onlardan birini artıq açıb baxmışam. Bu, qalın şriftlə göstərilən sənəd isə mənim hələ açıb baxmadığım bir sənəddir. Rəislərə, yəni rəhbər şəxslərə sənəd daxil olarkən, mən sizin strukturu bilmirəm, sizdə şöbələr necə olur və yaxud da kimlərə dərkənar yazmaq səlahiyyəti var, mən onu bilmirəm. Yəni, o yüzdən izahatı belə verəcəm. Sənəd daxil olduqda, mən nəzarətçi olaraq sənədlə tanış oluram və həmin sənəd haqqında olan məlumatları sol tərəfində göstərilən xanalardan yoxlayıram ki, görüm həmin məlumatlar düzgün qeyd olunubmu. Bayaq Leyla xanım da sizə bir izahat verdi. Dedi, baxın, sənəd hardan daxil olubsa təşkilat, onu mütləq düzgün seçmək lazımdır. Çünki bizim daxil olan nömrəmiz artıq alandan sonra sənəd, biz burada bu dəyişikliyi, təşkilatın adını dəyişə bilmərik. Məsəl üçün, Mədəniyyət Nazirliyinə və yaxud da Kənd Təsərrüfatı Nazirliyindən daxil olan sənədi qeydiyyata alarkən səhvən ora xarici işləri yazsaz və sənəd də daxil olma nömrəsini alsa, biz burada hər hansı bir dəyişiklik edə bilməyəcəyik. Gələcəkdə sonra siz həmin o mədəniyyətdən və yaxud da kənd təsərrüfatından və yaxud da Dövlət Turizm Agentliyindən gələn bir sənədi axtarışa vermək istəsəz, siz onu mütləq axtarışa təşkilatla verəcəksiniz. Buradakı sizin o yanlışlıqlı səhviz həmin sənədi tapmağa sizə imkan verməyəcək. Sənədin qısa məzmunu ilə tanış oluram. Qısa məzmunun bizim yazılıb, yazılmadığı ilə tanış oluram. Əlavələrim varsa, hər hansı bir düzəliş etmək istəyirəmsə, baxın, səhifəni aşağı düşdükdə burada düzəliş et düyməsi var. Onu basaraq mən istədiyim, yəni buradakı mümkün xanalarda düzəliş edə bilirəm. Hər xanada bunu etmək mümkün deyil. Onu xahiş edirik, onu nəzərə alasınız. Necə? Və gəlir sənədin dərkənar hissəsinə. Sənədin dərkənarı, baxın, səhifənin yuxarı hissəsində dərkənar sahibi artıq seçilib, bunu qeydiyyatçı edir, artıq dərkənar sahibi seçilib. Və mən sənədlə tanış oluram. Bu sənəddə bizdə hər hansı bir məlumatların Xarici İşlər Nazirliyinə göndərilməsi xahiş edilir. Demək ki, bu sənəd icra üçün daxil olub. Sənəd icra üçün daxil olduğu üçün biz burada dərkənar icranı seçirik. Əgər mən baxsam ki, sənəd məlumat üçündür, sənədi qeydiyyatçı səhvən icra üçün seçibsə, mən onu dəyişib buradan, baxın, dərkənar üçün seçə bilirəm.
Hazırki sənədimiz icra üçün olduğu üçün mən bunu saxlayıram icrada. İcra müddəti ilə tanış oluram. Sənədə icra müddəti verdikdə diqqətli olmaq lazımdır. Vətəndaş müraciətləri haqqında qanuna əsasən vətəndaş müraciətlərinə baxılma müddəti 15 gündür. Əlavə hər hansı bir xidməti araşdırma tələb edərsə, biz onu xidmətli bir məlumat vasitəsilə daha 10 gün uzadıb, yəni bir 30 günə qədər çatdıra bilərik. Amma ümumilikdə 15 gündür. Digər sənədlərə ənənəvi, yəni 30 gün müddət qoyulur icra üçün. Gəlirəm sənədin icraçısına. Mən sənədin əsas icraçısını seçməliyəm. Əsas icraçını seçmək üçün basıram icraçılara və mən buradan öz agentliyin strukturunu tapıram. Həmin strukturda mən bu məsələ beynəlxalq şöbəyə aid olduğu üçün beynəlxalq şöbəni seçirəm və bizim turizm bürosuna aid olduğu üçün mən turizm bürosunun da əməkdaşını, yəni rəhbər vəzifəli şəxsini həm icraçı olaraq seçirəm. Baxın, səhifənin sağ hissəsində, yuxarıda sağ hissəsində artıq onlar öz əksini tapır. Əsas icraçı və həm icraçı. Sonra bu sənədi mən eyni zamanda məlumat üçün, tanışlıq, sənəddən məlumatları olması üçün digər rəhbər şəxslərə də ötürürəm. Mən dedikdə, yəni mən bunun dərkənar layihəsini hazırlayıram rəhbər şəxsimiz üçün, yəni sədr üçün. Və baxın, gəlirəm bu məlumat üçün qələm işarəsini basıram və yenə də burada aşağıda kimlərə göndərəcəyim məlumat üçün şəxsləri qeyd edirəm. Nativan xanım, mən çox üzr istəyirəm. İndi baxın, Nativan xanım, işləyirsiniz. İndi biz bunu agentlik üçün başa salırıq. Amma sizdə hər kəsdə, məsəl üçün, Nativan xanım, siz seçə bilirsiniz hansısa regional idarənin məlumat üçün. Bir dənə baxın, seçə bilirsiniz. Yəni siz onlar, bilmirəm, indi görünür. Hər hansı birini seçim baxım da. Görüm burada hansı var, bir dəqiqə. Adlar uzun yazılır, buna görə fərqi yoxdur, hansını seçə bilirsinizsə. Bax, üstündə dayanım, görüm hansı təşkilat. Burada qoruqlar öz əksini tapır hələ ki. Aha, baxın, burada İsmailli regional turizmi seçirəm. Burada rəhbər şəxsini, bəli, seçə bilirik. Görürsünüz, Nativan xanım, hələ saxlayın. Görürsünüz, burada rəhbərin adı gedir, Güləqlı Hadiyev, bir də bütün işçilər gedir. Agentlikdən sizə sənəd gələcəksə, məsəl üçün Güləli müəllimi seçiləcək. Yox, Elnur Hüseynov da artıq. Hə, Elnur Hüseynov olsun. İndi başqa, məsəl üçün İsmailli öz sənədini açanda cəmi bu 5-6 nəfəri görür. Onda Elnur müəllim icra üçün, məsəl üçün, sənədə yaza bilər ya Fuad Mustafayeva, ya Rəşid Qəribliyə, o adamı seçir, o adama yönəldir və artıq o sənəd Elnur müəllimdən gedir, məsəl üçün, Rəşad Qəribliyə və icra üçün onda olur. Məsəl üçün də vergidən sənəd gəlib, nəsə istəyirlər və yaxud icra hakimiyyətindən sənəd gəlib və məlumat üçün siz o sənədi Elgün müəllimə də göndərə biləcəksiniz ki, Elgün müəllim görsün ki, sizə icra hakimiyyətindən nə məktub gəlib, ya vergidən nə məktub gəlib. O, aslında sizin daxili kommunikasiyadan. Əgər gələcəkdə Elgün müəllim desə ki, bəli, mən sizə gələn bütün sənədləri görmək istəyirəmsə, siz məlumat üçün qoyacaqsınız. Yox, hamısını görmək istəmirsə, məsəl üçün deyəcək ki, icra hakimiyyətindən gəlibsə, görürsünüz, bizdə məlumat üçün bütün rəhbərlərə gedir. İcraçı gedir beynəlxalq şöbə, amma rəhbərlər artıq onu görür ki, icra üçün gedib beynəlxalq şöbəyə, maliyyə şöbəyə. Yəni, baxır, tapşırıq necə qoyulub, dərkənarlar necə formalaşır, o artıq qurumun siyasətindən və üst qurum necə tapşırıqlar verir, ondan formalaşır. Fikrimcə, bilmirəm də, indi başa sala bildim, biz bunu agentliyin dərkənarını yazırıq, amma sizdə cəmi 5-6 nəfər çıxacaq və o 5-6 nəfərdən siz bir adamı icraçı təyin edəcəksiniz. Nativan xanım, üzrlü sayın davam edin. Və dərkənara bir daha da baxırıq ki, yəni hər şey qaydasındadır. Layihəmiz, daha doğrusu, layihəmiz hər şey qaydasındadır. Və mən bu sənədi nəzarətçi olaraq təsdiqləyib başa çatdır düyməsini bassam, sənədim rəhbərə gedir, yəni sədrə gedir. Sədr öz səhifəsində mənim dərkənarımla, qoyduğum layihə ilə razıdırsa,
O onu təsdiqləyir. Razı deyilsə, həmin dərkənarın üzərində düzəliş edir. Sizdə isə bu, yəni mənim gördüyüm əməliyyatı elə rəis özü görəcək. Yəni onun üçün artıq düşünürəm ki, 4-5 nəfər işçi olan bir qurumda layihənin qoyulmasına ehtiyac yoxdur və rəhbər şəxs olaraq rəislər özləri bu dərkənarı qoyub təsdiq edəcəklər və mən təsdiq edirəm. Sənəd artıq görürsünüz, məndə burada 2 sənəd idi. İndi 1 sənəd qaldı. Həmin sənəd artıq icraçıya yönləndi və icraçının öz səhifəsində indi kimə gedirsə əsas icraçı olaraq, deyək ki, Cəlil Məlikov idi. Cəlil müəllim öz səhifəsini açanda artıq burada ona daxil olan sənədlərin sayı göstərilir və burada da sıralanma ilə neçə sənədi varsa onun hazırda profilində, səhifəsində, yəni onlar hamısı sıra ilə yer alır. Və təcili olan sənədlərdə və görürsünüz, bax, burada bu hissədə qırmızı bayraq, sarı bayraq o sənədin təcililiyindən, vacibliyindən asılı olaraq öz əksini tapır. Cəmilə xanım. Bəli, Natəvan xanım, çox sağ olun. Bu Natəvan xanım dediyi məqamlar rəhbər şəxslərə aiddir. İndi Natəvan xanım bizdə nəzarətçidir, bizdə dərkənarlar çoxdur. Ona görə Natəvan xanım layihəni hazırlayır. Mən onu yoxlayıram, biz sədrə göndəririk və sədr artıq 90% olur ki, təsdiq eləyir. Çünki bilirik ki, hansı sənəd kimə aiddir. Təsdiq olunandan sonra Natəvan xanım qeyd elədiyi kimi icraçılara gedir sənədlər. Bundan sonra artıq icraçı sənədlə nə etməlidir? Bizdə Jalə xanım danışacaq. Məsəl üçün sənəd gəlib, ona necə cavab yazılmalıdır? Jalə xanım, biz sizə eşidirik. Biz burada qısa da olsa, ümumi bütün sənəd dövrəsini başa salmaq istəyirik ki, sənəd gəldi, qeydiyyata alındı, dərkənara verildi rəhbər şəxsə. Rəhbər şəxsdən getdi icraçıya. İndi Jalə xanıma sənəd məndən gəlir. Fuad müəllimdən gəlib mənə. Mən də göndərmişəm öz işçimə. Yenə də deyirəm, sizdə ştat azdır deyən 4-5 nəfərdir. Sizdə elə bölgü birbaşa olacaq. Rəis göndərdik. Bu məqamlarla sualları olan var. Buna qədər dərkənar yazılması ilə bağlı. Hamını salamlayıram. Səsim yaxşı eşidilirmi? Ümumi şöbənin əməkdaşı Jalə Salmanova. Deməli, sizə sənəd, idarəyə daxil olan sənəd qeydə alındı, dərkənar olundu. İcraçıdan, əməkdaşlarda bu sənədlər daxil olanlarda görsənir. Daxil olanlar hissəsinə girərək, baxın, mən də daxil oldum. Məndə icrada olan bir neçə sənəd görünür. Tutam ki, bu sənədlə bağlı siz cavab məktubu yazırsınız, sənədi icra etmək istəyirsiniz, həmin sənədin üzərinə daxil olursunuz. Kliklədiniz, açıldı sənəd. Deyək ki, məsələn, götürək bu arxiv fondundan gələn şəxsiyyətlə bağlı sənədir. Burada açılanda yuxarıda bir neçə hissə görünür, məlumat üçün göndər, əlaqəli yazışma və s. xanalar. Bizə lazım olan cavab yazışmasıdır. Sənədin sistemdə icra olunub bağlanması üçün cavab yazışması hissəsinə giririk. Və buradan seçirik. Bu arxiv idarəsindən gəlib. Bu rəsmi bir dövlət qurumudur. Ona görə də biz burada təşkilata göndərilən hissəsini seçirik. Əgər hansısa bir təşkilatdan sənəd gəlib, bayaq Leyla xanım izah etdiyi kimi, vətəndaşla bağlı sənəd gəlibsə, vətəndaşın özündən gələn sənəddirsə, o zaman biz vətəndaşa göndəriləni seçirik. Yox, indi hal-hazırki durumda biz təşkilata göndəriləni seçirik. Və cavab sənədi olduğuna görə avtomatik Milli Arxiv İdarəsi görünür. Yox, biz gələn sənəddə tutam ki, Dövlət Turizm Agentliyindən hansısa bir sənəd daxil olur və göstəriş verilib ki, icra hakimiyyətinə cavabı yazarsınız və yaxud da Nazirlər Kabinetindən bəzi sənəd daxil olur ki, göstərirsə başqa idarə yazarsınız. O zaman burada silib istədiyimiz təşkilatı seçə bilərik. Yəni. Burada hamısı görünür. Tutam ki, Naxçıvanı seçə bilərik, ona da cavabı yaza bilərik. Gəldik aşağı, lazım olan hissə, yazışmanın növü. Burada biz məktub hissəsini seçirik. Məktubu seçməyimiz nəyə görə? Burada bir neçə hissə görünür, bir neçə variant görünür, arayış falan. Lakin sənəd nömrələnməsi üçün, düzgün nömrələnməsi üçün biz məktubu seçməliyik. Daxil məktub seçsək, digər arayış seçilmək istəyirsək, nömrələnmədə yanlışlıq ola bilər.
Məktubla cavab verdiyimizə görə məktubu seçirik. Yazışmanın alt növü. Burada isə cavab sənədi, işgüzar yazışma, məktuba cavab istəniləni seçə bilərsiniz. Burada biz seçirik məktuba cavab. Yazışmanın mövzusu. Bu hissədə avtomatik sizə variantlar göstərir. Əgər sizin tamam ki, yüklədiyiniz məktubla bağlı uyğun forma varsa onu seçirsiniz. Yoxdursa digərini seçə bilərsiniz. Digər hissəsi var. Sizə aid olan heç nə aid deyilsə seçə bilərsiniz. Mən burada məlumatların təqdim edilməsini dahi seçirəm. Çünki arxiv məlumatlarını istəyirlər. Məzmun yeri. Əsas məsələ məzmun yeridir. Sonra siz bu sənədi sənəd dövriyyəsini axtarmaq istəyəndə, ona istinad eləmək istəyəndə sizə daxil etdiyiniz açar sözlər çox lazımlı olacaq. Ona görə də bunda mən yazıram arxiv fondu, kadr məsələləri ilə bağlı məlumatlar. Açar sözləri həmişə düzgün yazın, hərflər düzgün olsun ki, sonra axtarışa verəndə sizin üçün asan olsun. Blankın dili. Əksər hallarda yəqin ki, siz Azərbaycanda yazırsınız. Əgər ingilis dilində yazırsınızsa, cavab məktubunu indi harasa bir regional idarəyə göndərirsə, nə bilim, zərurətlə bağlı olduğunda ingilis dili seçə bilərsiniz. Hazırki vəziyyətdə biz Azərbaycan dili seçirik. Sənədi daxil edin. Əsas məsələ. Biz burada, baxın, sənədi yarat hissəsi var. Bu hissəni də basıb, sənədi burada da edə bilərik, yaza bilərik. Tam ki, dövlət, arxiv fonduna və s. Lakin, bəzən internet kəsintisi ola bilər, sistem xətası ola bilər. Problem yaşamayasınız deyə ən düzgünü sənədi hazır Word-də yığıb, sonra isə buradan daxil etməkdir. Sənədi daxil edin. Buradan biz faylı seçirik. Tam ki, bizdə desktopda var bu, arxiv fondu. Deməli, bir saniyə. Yox, o deyil, o deyil. Mən desktop hazır arxiv yazıyorum. Tapdım sənədi. Arxiv cavab, deməli, klikləyib, başa çatdırıb basırıq. Deməli, buradan göz işarəsini görürsünüz. Yoxlamaq üçün ki, düzgün faylı yükləmişsiniz yoxsa yox, göz işarəsi ilə bunu yoxlaya bilərsiniz. Əgər sənədlə bağlı qoşmalar da varsa, o zaman sənədi yenə də əlavə edib, yenə də təkrar daxil olub, qoşmanı əlavə edib bilərsiniz. Buradan da yenə klikləyib, başa çatdır düyməsini klikləyirik. Yenə də baxın, göz işarəsinə üzərinə gətirdik və baxırıq ki, düzgün sənəd yükləmişik. Yoxdursa, əgər düz yükləməmişik, səhvdir və yaxud da nəsə düzəliş eləmək istəyirsiniz, sadəcə buradadır, sənədin sil hissəsi var, buradan silib, təzədən yükləyə bilərik. Bu mərhələdə biz bir neçə dəfə düzəliş də edib, yükləyə bilərik, yəni heç bir problemi yoxdur. Sonra keçirik vizalanmaya. Ardıcıl vizada. İndi əməkdaşın birbaşa bir müdürü varsa, şöbə müdürü, indi sizdə strukturu bilmirəm. Birbaşa rəhbəri varsa, həmin şəxsi seçirik. Məsələn, mən burada şöbə müdürü Cəmilə xanımı seçəcəm. Rəsmilərini bastım. Sonra isə digər vizalanma üçün ardıcıl olaraq ki, rəhbərlikdən seçirik Kənan müəllimi. Və burada imza üçün göndər. Yəqin ki, indi sizdə regional idarələrdə əməkdaş sənədi yükləyəndə seçəcək idarə rəisi. Bizdə burada sənəd hazırda Fuad müəllim adından gedir. Ona görə də Fuad müəllimi dəstəklədik. Və salam. Görürsünüz, bütün hamısı xanımlarda olduğuna görə məndə yazışmanı yarat hissəsi aktivləşdi. Hansısa hissəni doldurmasaq, nəysə düz yazmasaq, o zaman bu görünmür. Bu hissə aktiv olmur. Siz əgər nəsə olanda bir problem olur, geri qayıdın, baxın nəysə doldurmamısınızsa, doldurup qutarandan sonra yazışmanı yarat aktiv olacaq. Mən bunu aktiv etdim və getdi Cəmilə xanıma vizaya. Ondan viza keçdikdən sonra keçəcək tam Kənan müəllimə, sonra da imza üçün Fuad müəllimə.
Və Fatma Mədə imzaya gələndə onda aktiv görünəcək imza üçün isə artıq onun daxil olan hissəsində görünəcək və sizə idarə rəisliyi görünəcək. İmzalayacaq və nəsə bir düzəliş edəcək, geri qaytarmaq istəsə geri qaytaracaq. Yəni bu şəkildə sənəd imzalandı və ondan sonra artıq sənədin nömrələnməsi hissəsi gəlir. Burada da yəqin ki, sizdə əgər kargüzarlıq üçün bir əməkdaş ayrılıbsa, bu məsələləri görəcək. O əməkdaşda görünəcək nömrə al hissəsi. İndi hazırda bizdə görək nömrələnmədə nəsə varsa, biz tutalım ki, bax, nömrələnmə hissəsinə girdik. Bax, məndə bütün şöbənin əməkdaşlarında nömrələnməyə gələn sənədlər bütün şöbədə görünür. İndi sizdə də yəqin ki, kargüzarlıq üçün ayrılan əməkdaşlar. Burada biz qəbul et düyməsini basırıq. Mən hazırda bu sənədə nömrə vermirəm. Qəbul edib, sonra nömrə xanası aktivləşəcək. Onu da yükləndən sonra sənəd nömrə alır və həmin kağızda nömrəsini, tarixini yazırsınız. İndi də yəqin ki, sənədləri qeydə alırsınız da bir müəyyən sırayla. Burada isə artıq sizin özünün verdiyi nömrələri qeydə alacaqsınız. Digər bizim işləyəcəyimiz sənəd, tutalım ki, ola bilər daxili yazışma. Daxili yazışma xidməti yazıdır. Yəqin ki, sizdə də ezamiyə əmrləri olanda xidməti yazıları işləyirsiniz. Burada da yenə də bax, yeni yazışma. Bu zaman biz yeni yazışma hissəsinə girdik. Yəni göstərim, yeni yazışma. Buradan seçirik daxili yazışmanı, yazışmanın növü. Burada seçirik xidməti məktubu. Yenə də düzgün seçmək lazımdır ki, nömrələnmədə düzgün olsun, sıra nömrəsi pozulmasın. Yeni sənəd, daxili yazışma, xidməti məktub. Yazışmanın alt növü çox da vacib deyil, bunu sistem bizə istəmir. Yazışmanın mövzusu. Burada da bizə lazım olan bir nə isə seçirik. Tam ki, ezamiyyədirsə, ezamiyə məsələləri. Sizdə yeganə idarələrdən, yekundaşlardan gələn nəsə onunla bağlı xidməti ola bilər. Elədiyiniz mövzuya aid ola bilər. Məzmun hissəsi. Ezamiyyət isə getdiyiniz rayonu, hamısının adına dəqiq yazsanız, yazaq ki, İsmayılı Ezamiyə. Əməkdaşınız İsmayılı Ezamiyə. Yəni, bunu yazmaq sizə sonra atar sözləri düzgün yazmağınız lazımdır ki, axtaranda rahat olsun. Yenə də, bax, sənədə daxil etdiyiniz, bayaq göstərdim xarici olan sənəd kimi. Burada da yenə də bir xidmətini, buradan sənədə əlavə edirsiniz, desktopunuzdan hardasa yüklüyürsünüz. Ondan sonra sənəd gedəcək ardıcıl razılaşma. Birbaşa rəhbərinizi seçə bilərsiniz. Yaxud da rəhbər şəxssə artıq özünə imza üçün göndərə bilər. Mən yenə də seçim tutalım ki, Cəmilə xanımı. Cəmilə olsun, istəyirlər. İmza üçün. İmza üçün əməkdaş özünü seçə bilər. Bizdə isə şöbədə, şöbə müdürü tərəfindən imzalanır deyə mən Cəmilə xanımı seçdim. Aşağıda əsas məsələ göstərilir. Dərkənar icra, dərkənar məlumat. Sizə lazım olan isə dərkənar məlumatdır. Ki, əməkdaşın yüklədiyi xidməti yazdı, getsin rəisə. Artıq bu dərkənar məlumatı yazdıq, yazışmanı elədik. Burada dərkənar sahibi seçirik, tutalım ki, biz rəhbərlikdən Xalq müəllimi təsdiqləyək. Və burada yazışmanın yarat hissəsi aktivləşəcək. Mən fayl yükləmədiyimə görə aktivləşmir. Yazışmanın yarat aktivləşdi, bu gələcək sizə imzaya, imzaladınız gələcək rəhbərə. Rəis də əgər bunun üstünü yazır ki, ezamiyə razılıq verirsə, dərkənar edir ki, əmrləşdirilsin. Yox, indi məsləhət verilirsə, etibarsız hesab edəcək və yaxud da dərkənar yazılmayacaq. Bu qədər. Bir də mən bayaq izah edim məktubun cavablandırılması. Lakin biz bəzən öz təşəbbüsümüzlə də məktublar yazırıq. Yenə də eyni məsələ olacaq. Əməkdaş girdi öz profilinə. Burada yeni yazışma hissəsinə daxil olub, yeni məktub seçir, təşkilata göndərirsə təşkilata, vətəndaşa göndərirsə vətəndaşa. Buradan seçir, lazım olan idarəni seçir. Tutalım ki, gəlin buradan seçək, görək, turizm bürosu çıxır. Baxın, tam ki biz Azərbaycan Turizm Bürosuna bir məktub yazırıq. İstədiyimiz təşkilatın adını buradan yazdıq.
Yenə də bayaqki qaydada yazışmanın növünü seçirik. Baxın, məktub. Yazışmanın alt növü bayaqki kimi. Ardıcıllıq artıq bayaq izah elədiyim kimidir. Yəni ki, fərq yoxdur. Sadəcə izah eləmək istədim ki, bəzən nəyisə cavab yazmırıq, öz təşəbbüsümüzlə nəsə yazırıq və bunun üçün də yeni yazışma hissəsindən daxil olacağıq və gerisini artıq sistem özü sizə göstərəcək. Nəyisə əksik olanda, dolduranda bu hissə aktiv olur yazışmanın yarat. Hər şeyi düzgün yüklədikdən sonra yazışmanın yarat aktiv olur və sənəd dövriyyəsində artıq gedir özü. Daxillarda, hə, bu hissə. Deməli, mən bayaq indi yüklədiyim sənədi, yazışmanı yarat elədiyimə görə, məndə xaric olanlar da görsəndi. Görürsünüz? Xaric olanlar da görsəndi. Mən indi buradan aşağıdan izləyirəm onu ki, bu sənəd kim viza verib? Baxın, gəlib Cəmilə xanıma. Cəmilə xanım viza verdikdən sonra görsənəcək burada Kənan müəllim və imzalananda artıq icraçı onu izləyə bilir. Onun nömrə veriləndə artıq görə bilir ki, bu sənəd imzalandı, falan nömrə oldu və bu sənəd heç elə silinmir. Hər zaman icraçının necə deyim, profilində qalır aktiv. İstənilən vaxtda axtarışa verəndə görmək olur. Bu qədər. Əgər əlavə sualınız varsa, eşidirəm. Jalə xanım, çox sağ olun. Mən əlavə eləmək istəyirəm ki, Jalə xanım başa saldığı hissələr sırf işçilərə aiddir, kərgüzar xidmətinə deyil, işçilərə aiddir. Məsəl üçün, tapşırıq verir ki, icra hakimiyyətinə məktub yazın və yaxud Dövlət Turizm Agentliyinə məktub yazmaq lazımdır. Girirsiniz öz profilinizə, yeni yazışma seçirsiniz, yeni yazışmadan yeni sənəd seçməklə yeni məktub formalaşdırırsınız. Jalə xanım qeyd elədiyi kimi, bu arada sənədi artıq qeydiyyatçı yox, icraçı doldurur. Məsəl üçün, əgər mən özüm sənədi yazıramsa, həmən xanaları mən özüm doldururam. Mən özüm doldururam. Hansı təşkilata gedir, təcilidir, təcili deyil, məzmun, faylı hazırlayıram, faylı yükləyirəm. Bunları siz, məsəl üçün, işçilər var. A işçi, B işçi, C işçi yazır və imzayı təqdim edir rəhbərə. Bu, sırf hər hansı bir ya cavab sənədidir, ya yeni yazışmadır, ya xidməti məlumatdır. Bunların hamısını artıq sənəd dövriyyəsidir. Bu, birinci hissə qeydiyyata aid idi. Bu isə cavab sənədlərin formalaşdırılması və yazılması. Bütün razılaşdırmadan keçəndən sonra fikirləşirəm ki, sizdə razılaşma ancaq rəis tərəfindən olacaq və yaxud da Əliyev Əli sənədi yazdı, seçdi rəhbəri, İsmaildə Elnur Hüseynov. Elnur Hüseynovu seçdi, sənəd gəldi birbaşa sizə, siz oxudunuz, razısınızsa imzanı basırsınız, imza gedir, düşür, həmən sənəd düşür ümumi şöbəyə, ümumi şöbə onu çap edir sizin blankda, sənəd dövrəsi, artıq sənədə nömrəni sənəd dövrəsi verir. Siz özünüzdən artıq nömrə yaza bilməyəcəksiniz. Hər hansı bir sənədə nömrə qoymaq üçün sistem özü ardıcıllıq nömrəni verəcək. İstər daxili yazışma olsun, istər sənəd daxili və yaxud da ki, təşkilata vətəndaşa göndərilən sənəd olsun. Buyurun, suallar varsa verə bilərsiniz. Kimə nə aydın qalmayıbsa dinləyirik. Mən elə başa düşdüm ki, hamıya hər şey aydındır, amma praktika göstərir ki, bəzən danışılan şeylər heç də aydın olmur. Gərək özün praktikada işləyəsən, istifadə eləyəsən, sonra suallar yaranır. Ona görə mən təklif eləyirəm ki, əməkdaşlar, istəyir qeydiyyatçılar, istəyir rəislər, istəyir işçilər yavaş-yavaş işləsinlər və hal-hazırda test rejimi olduğuna görə lap yenə deyim, məktub yazın. Real məktub olmasa da tapşırıq verilsin ki, məktub yazın. Artıq işçi bilsin ki, o məktubu necə yaza bilir. O yazanda artıq yenə suallar yaranacaq ki, görəsən bunu mən necə yazmalıydım, bu necə olmalıydı. Bu video görüntülü biz sizə göndərəcəyik və etapları bir də baxa-baxa. Yəni, test rejiminin mahiyyəti ondan ibarətdir ki, siz artıq özünüzdə, məsəl üçün, keçən ay göndərdiyiniz sənədi xahiş edin bir də yazsın. Məsəl üçün,
su idarəsinə məktub yazılmalıdır. Necə yazılmalıdır? Word-də necə yazılıb, necə yüklənməlidir, necə nömrə almalıdır? Onu heç olmasa bir neçə sənədin dövrəsini siz aparmalısınız ki, artıq sistemi işlədə biləsiniz. Həm qeydiyyatçı, həm rəis, həm icraçı. Buyurun sualları. Zaur, bir də Vüqar müəllim, buyurun. Birinci deyəsən Zaur müəllim qaldırmışdı. Buyurun. Gedən oldu, iştirak olun. Salamlayıram hər birinizi. Səsim eşidilir. Eşidirik. Səsim eşidilir. Salamlayıram, təşəkkür edirəm çox geniş məlumat sesiyasına görə. Bunu dəqiqləşdirib, işə alma yerinə bir dənə yazaq ki, Bakılan tərəfdə konkurs iştirak etmişdi. Şurada işə tikilmək üçün Zaur müəllimə çox Hərcalı xanım mikrofonlu yanlı qalmışdı. Buyurun. Problem deyil. Deməli, mənim bir texniki sualım var. Çox kiçik bir sualdır. Deməli, bizə daxil olanlarla bağlı ümumiyyətlə sistemin elə bir imkanı varmı? Deyək, məktub daxil olduğu halda bizə e-maila bir xəbərnamə gəlsin və yaxud hansısa bir formatda bildiriş gəlsin. Belə bir funksiya var mı? Bəlkə də indi Şamil müəllim üstündən keçib, amma mən diqqət yetirməmişəm. Bəli, elə funksiya var. Elə funksiya var. Yəni bunun üçün indi kimlər istəyirsə ki, onda o funksionallıq aktiv olsun, mən həmin o funksionallığı qoşa bilərəm. Bunun üçün siz bizdə helpdesk @turizm.gov mailinə müraciət ünvanlayarsınız. Belə də həmin o müraciəti, həmin o qeyd etdiyiniz məsələlərlə bağlı göstərin ki, əgər məsələn siz istəyirsiniz ki, sizə kabinetinizə daxil olan sənədlərlə bağlı elektron postunuza bildiriş getsin, o zaman siz məlumatların bölməsindən bildirişlər var. Bu qələm işarəsinə vurub, burada elektron post ünvanınızı yazıb, həmçinin e-mail bildirişi var. Bu adətən belə sönülü olur. Bunu aktiv edəndə elektron post sətri gəlir. Bunu yazırsınız, amma qabaqcadan. Yəni siz indi bu dəqiqə məsələn bunu yazsınız, təsdiqlə düyməsi sizdə aktiv olmayacaq. Çünki sizin mail server elektron sənəd dövriyyəsinin admin panelində müvafiq mail sazlamaları həyata keçirilməlidir. Bu sazlama olmadığına görə sizə bildiriş gəlməyəcək. Amma siz müraciət edərsiniz, yazsınız bizə helpdesk-ə, mən müvafiq texniki sazlamanı həyata keçirəcəm. Nəticədə sizə mailə bildiriş gələcək. Yəni demək istədiyim odur ki, hal-hazırda sizdə bax bu bölmə mail bildirişi var ha. Yəni belə aktiv klikləyərsiniz, keçəcək. Bura hətta e-mail üzü də yazarsınız. Amma təsdiqlə gəlməyəcək. Çünki bu e-mail bildirişinin bağlı olduğu admin paneldəki o bildirişi mən disable eləmişəm. Yəni o da müraciət əsasında aktivləşdirə bilim. O barədə problem yoxdur. Aydındır. Şamil, onda elə biz bunu bütövlükdə bütün Gəncə Regional Turizm İdarəsinin komandası üçün aktivləşdirsək daha yaxşı olar. İndi mən sizə e-mail yazacağam bundan bağlı. Çünki gələn bütün daxil olmalar e-maila bildiriş şəklində gələcəkdir. Düzdür? Mən belə başa düşdüm. Bəli, e-mail bildiriş şəklində gələcəkdir. Doğrudur. Təşəkkürlər, minnətdarım. Buyurun, sağ olun. Başqa sualı olanlar buyursun. Vüqar müəllim, Vüqar Abbasov. Vüqar müəllim sualınız var? Bəli, Şamil müəllim, üzr istəyirəm, məndə kompüterdə problem var. Deməli, o Zaur müəllim dediyi məsələ ilə bağlı, yəni bizim bilirsiniz də, yəni direktorun da maili var, idarənin də maili var. Yəni bu hər iki maili də eləmək olar da, yəqin ki, çünki bizdə o idarənin mailində bizim mühasibinin də çıxışı var orada. Yəni mən istəyirəm o da görsün, ona gələn məktublar, yəni yəqin ki, çox məktublar mühasibə də əlaqəli olacaq da. Hər ikisini mən yazarım bu sizin mailə. Onda sazlamalar eləyərsiniz. Digər məsələ bu test rejimində həm işçilər, həm rəisin, yəni orada bir şablon sənəd məktub varmı ki, biz onu göndərək, ondan istifadə edək. Bir də yəni göndərsək bu
test rejimində işləsək, sənədləri göndərsək, yəni təzə bilmirik, onu təzə işlədirik. Yəni hansısa bir səhv gedər, kiminsə gedər, rəhbərliyə gedər, çıxar. Yəni belə bir problemlər olar. Qeyd edəcəyiniz sualla bağlı Cəmilə xanım. Mən çox üzr istəyirəm. Mən telefondan danışırdım. Bir də sualı olar, mən eşitmədim sualı. Məsuliyyət yaradırmı? Yəni tisnaf Yox. Heç bir məsuliyyət yaratmır. Biz bir daha qeyd edirik. Bilirsiniz problem nədədir? Biz hər dəfə eyni şeyləri deyirik. Elə bil ki, biz bunu e-maildə yazırıq, danışırıq, hər şey yazırıq, amma hər dəfə eyni şeyi təkrarlamalı oluruq. Keçən dəfə də mən dedim ki, biz bunu test rejimdə işləyirik. İndiki sizin məqsədiniz odur ki, siz sənədləri öyrənəsiniz ki, necə işləmək lazımdır. Ora siz istədiyiniz sənədi 5 dəfə də yükləyə bilərsiniz. Eyni sənədi 5 dəfə yükləyin. Siz özünüz görsəniz, orada sizin qurumun yanında etibarsızdır yazılıb. Bütün bu siz sənəd dövrəsini öyrənəndən sonra bu sənədlər pozulacaq. Tamamilə hər şey pozulacaq. Yəni siz necə sənəd dövrənizi aparırsınız, indiyə kimi jurnalda, blankda necə aparırsınız, elə də aparırsınız. Sadəcə olaraq paralel. İstəyirsiniz təzə gələn sənədi paralel işləyin. Bugün sənəd gəlib, bunu yenə də yığın, sistemə qoyun, ya da istəyirsiniz dünənki sənədi qoyun. O sizə aid deyil. Yəni ki, o sizə heç bir məsuliyyət gətirmir. Sadəcə olaraq məqsəd odur ki, siz sənəd dövrəsini öyrənəsiniz. Nə vaxt ki, siz dediniz ki, mən fikirləşirəm ki, siz onu deməyəcəksiniz ki, biz hazırıq. Biz sizi yenə də məcbur deyəcəyik ki, bu tarixdən keçmək lazımdır. Çünki ola bilsin bəzi qurumlar, indi biz artıq neçə aydır bunu hələ gətirib formalaşdıra bilmirik. Çünki kimsə deyir ki, internet pisdir, kimsə işləmir, kimsə, indi mən fikirləşirəm ki, hansısa bir əməkdaş, məsuliyyətli əməkdaş gedib sabahdan bu işi görəcək, amma məsuliyyətsiz əməkdaş bunu işləməyəcək. Bir ay keçəndən sonra deyəcək ki, Cəmilə xanım, bizə yenə təlim lazımdır, biz bunu işləyə bilmirik. Ona görə mən çox xahiş edirəm ki, bu məsələlərə ciddi yanaşasınız. Bizim 25 dənə tabe qurumumuz var. Biz hər quruma vaxt ayıra bilmirik. Mən səhərdən 10 dənə zəng gəlir. Biz hər dəfə vaxt ayırırıq, başa salırıq, amma eyni suallar gəlir. Ona görə çox xahiş edirəm. Bir də axırıncı dəfə deyirəm ki, hal-hazırda işlədiyiniz sistem, necə deyim, test rejimindədir. Biz sizə 10 gün vaxt veririk. Test rejimində siz işləyin. Ayın sonuna kimi, dekabrın 1-nə kimi. Nə sənəd istəyirsiniz, gündə 10 dənə sənəd yükləyin, istəyirsiniz 100 dənə sənəd yükləyin. Yarandığı sualları Şamil müəllimə, mənə e-mail vasitəsilə yazın ki, bu sənədi biz yüklədik, bu alınmadı. İnternetdə problem var, VPN-də problem var. Bu sənədi biz başa düşmürük. Bütün problemləri yenə müzakirə edək. Ayın 1-dən sonra test rejimini ləğv edək və yenidən artıq siz gələn sənədləri yükləyəcəksiniz. Bugün sənəd gəlib, onu yüklüyorsunuz. Sabah sənəd gəlib, onu yüklüyorsunuz. Başa düşdünüz? Yəni, indi sizin üçün 10 gün vaxt verir, bugün ayın 15-idir də, 15 gün vaxt verir ki, işləyin, aranızda sənədləri göndərin, bir-birinizə, rəis tapşırıq versin işçiyə, işçi yazsın, göndərsin rəisə, qeydiyyatçı 10 dənə sənəd qeydiyyatı alsın, nə bilim, bir-bir işləyin və nəticədə baxaq görək ki, siz ümumiyyətlə bunu işləyə bilirsiniz, işləyə bilmirsiniz, hansı çətinliklər var. Aydın oldu bütün fikirlər, yoxsa yenə suallar qaldı? Bir də deyirəm ki, biz bu məsələni bir dəfə demişik, bir də deyirəm ki, siz hansı sənəddə dayanmışsınızsa, məsəl üçün, sizə bu il ərzində 10 dənə sənəd gəlib, sizin sonuncu daxil olma sənədiniz 10 nömrədir. Biz sizi test rejimindən çıxardandan sonra siz hansı sənəddə dayanmışsınız, o sənəddə də biz işləyəcəyik. Məsəl üçün, bugün sizə 11-ci sənəd gəlməlidir. Siz 11-ci sənədlə onu qeydiyyata ala biləcəksiniz. Və yaxud da göndərilən sənədiniz 5-ci sənəddir, növbəti sənəd 6 olacaq. Elektron sənəd dövrəsində bu imkanlar var. Hər qurum bizə verəcək ki, hansı nömrədə dayanıb, o nömrəni biz ardıcıllığı təmin edə biləcəyik. Yəni ki, olmasın ki, birdən başlamayacaq. Yəni, ardıcıllıq təmin olunacaq. Hal-hazırda siz sizə test rejimində nə qədər işləmək istəyirsinizsə işləyin. Əsas odur ki, sistemi anlayasınız və başa düşəsiniz ki, sistem necə işləyir. Başqa sualı olanlar buyursun. Vüqar müəllim
Məsələn, sualınız var desən, Vüqar. Yox, cavab sadəcə şəhərə. O internet məsələsi ilə bağlı. Yəni biz aslında siz qoşandan sonra biz bütün işçilərlə bir yerdə hamımız qoşulduq. Orada bilmirəm internet regionda zəif nədirsə, eyni vaxtda hamı qoşulanda atır bir nəfər, yəni 2 nəfəri çıxardır. Sonra biz bir-bir başladıq qoşulmağa. Yəni orada əslində məsələn internetin sürəti zəif olduğuna görə VPN proqramının istifadəsi üçün minimum 1 megabit internet sürəti kifayət edir. O çoxlu sayda o böyük ehtimal ki, internetin özü ilə bağlı olub, internet sürətinin daha aşağı, megabitdən aşağı sürət olması ilə bağlı olub. Amma mən məsələn o proqram təminatını install edəndə mən də müşahidə edirdim. Konfigurasiya eləmək çətin olurdu, yüklənmə prosesi ləng olurdu. İnternet sürəti ilə bağlıdır. Siz baxın imkan daxilində ya daha sürətli internetə keçid edin, ya providerlərdən daha yuxarı onu yəqin ki, nəzərə alarsınız. Çünki internet sürəti yaxşı olmasa, siz sonradan sənəd upload edəndə belə, Ulviya xanımlar göstərdi sənədi yükləyəndə, onda da çətinlik olacaq. Yüklə düyməsinə vurasınız, gəlib düşməyəcək oraya, ya xəta verəcək, ya ana səhifədə olanda belə qeyd edək də, yəni proses davam edəməyəcək. İş yerində. Minimum 1 megabit internet sürəti lazımdır. Siz sağ olun. Başqa sualım yoxdur. Bir də mən bir şey qeyd eləmək istəyirəm. İnternet məsələsi ilə bağlı siz Elgün müəllimlə danışın. Hansı qurumda internet problemləri varsa mütləq bildirin. O texniki məsələlərə köməklik göstərsin. Bir məsələni də qeyd edeyim ki, artıq bizdə bilirsiniz ki, regional turizm idarələri informasiya mərkəzləri əsasında yaradılıb və yeni bizim əməkdaşlar artıq dövlət qulluqçularıdır və əksəriyyəti imtahanlardan keçir və kargüzarlıq haqqında olan məlumatları da hazırlaşır, verir. Yəni biz bu sistemdə başa saldığımız şeylər ən çox kargüzarlığa aid olan məsələlərdir. Hər bir şəxs kim ki imtahandan keçib hazırlaşıb, bunlarla bağlı ilkin anlayışı var. Ona görə fikirləşmək ki, bu sistem hardasa çətindir. Xeyr, sadəcə olaraq kağız formasında olan yazışmaların elektron sistemə gətirilməsidir. İlkin olaraq ola bilsin çətin olacaq. Yenə də deyirəm, ona görə test rejimi ondandır ki, məsəl üçün biz test rejimi olmadan keçdik. Çünki biz 2019-cu ildən sənəd dövriyyəsində işləyirdik və yanvarın 1-dən bir sistemdən o birisi sistemə keçdik. 1-2 həftə çətinlik var idi, çünki interfeyslər fərqli idi sənəd dövriyyəsində, amma bütün rəhbərlik, yenə də deyirəm ki, rəhbərlik, aparat rəhbəri, müavin, sədr, köməkçilər, şöbə müdürləri, hamı bu sistemdən istifadə edir. Əgər kimsə fikirləşir ki, mən kargüzar deyiləm, ya bu mənə aid deyil, elə deyil. Bütün siz gün ərzində sənəd yazırsınızsa, istəyir daxili sənəd, istəyirsə cavab sənədləri, istəyirsə əmrlər, mühasibatlıq, kadrlar üzrə əməkdaşlar bu sistemdən mütəmadi olaraq istifadə eləməlidir və hər şey elektronlaşmaya doğru gedir. Çox güman ki, növbəti illərdən artıq kağız sənəd dövriyyəsinə yekunlaşacaq və artıq idarələr, nazirliklər və onların tabe qurumlarda bir-biri arasında sənəd dövriyyəsi, Vüqar müəllim deyəsən soruşmuşdu, imkan olacaq ki, siz sistemdə yazan sənədi imzalayandan sonra elektron imza ilə, yəqin ki, hamının elektron imzası var. Elektron imzamızı qoyan kimi o sənəd birbaşa gedib digər quruma düşəcək. Artıq onu kuryerə vermək, poçtla göndərmək zərurəti qalmayacaq. Müşfiq müəllimin deyəsən sualı var, buyurun. Salam, mən də hamını salamlayıram. Adım Müşfiq Mustafayev, Şəki Regional Turizm İdarəsindən qoşuluram. Bir məsələ var idi, Şamil müəllim başlayanda qeyd eləmişdi, orada məlumatlarla bağlı işte nəsə bir səhv olsa mənə xəbər eləyərsiniz. Burada məndə bir xırda bir səhv var, bilmirəm nə dərəcədə vacibdir ya yox. Yəni, hər ehtimala qarşı deyim, gələcəkdə birdən nəsə olar, sonra səhv məndə olar da, görmüşəm, bilməmişəm. Müşfiq adını, deməli, mənim adım V hərfi ilə yazılır. Burada saytda F hərfi ilə yazılır. Yəni, əgər imkan varsa onu düzəldir. Şamil müəllim eşitmirəm.
Məncə o xırda texniki məsələləri siz Şamil müəllimə e-maillə yazın. Əgər kiminsə adında səhv varsa və yaxud hansı bir texniki məsələlər varsa, yenə də deyirəm, onları biz e-mail vasitəsilə həll eləyək. Siz birbaşa mənə də yaza bilərsiniz suallarınızı. Mən bizim əməkdaşlar hər bir daxil olanlara başqa bir xanım əməkdaş baxır, xaric olanlara başqa əməkdaş baxır. Siz suallarınızı yarandıqca yazın. Təbii ki, bir yox, bir neçə gün işləyin. Baxın, görün hansı suallar çıxırsa. Ardıcıl 3-5 sual yazın və lap lazım olsa mən özüm sizlə əlaqə saxlayaram. AnyDesk proqramı var, məsəl üçün Şamil müəllim qoşula bilər. Biz yenə də ekranda share edib, yenə də baxa bilərik. Bir yerdə hər hansı bir sənədin üzərindən keçə bilərik. Ona görə fikirləşirəm ki, problem olmayacaq. Hamıya uğurlar arzu edirəm. Yəni, digər texniki və xırda suallar olduqca ya zənglə, ya da e-mail vasitəsilə müraciət edə bilərsiniz. Hamıya uğurlar arzu edirəm. Çox sağ olun ki, qoşuldunuz, vaxt ayırdınız. Sağ olun. Müşfiq müəllim yoxlayarsınız, çıxış edib, təzədən girərsiniz. O problem qalmayıb. Hərf səhv idi, o düzəldildi. Oldu müəllim, çox sağ olun. Oldu, sağ olun.